Xanımlar və cənablar, Qırmızı Yumor Proya xoş gəlmisiniz. Qırmızı Yumor bizim laboratoriyamızdır. Aktyorların bir növ laboratoriyasıdır. Burada həm çıxış eləyirlər, həm də fərqli testlər özləri üçün eləyirlər və biz hər dəfədə fərqli formatlarla həm izləyicinin güvənini qazanmaq, izləyici çünki yumor hissi hər kəsə gülmürlər. Onların birinci növbədə güvənini qazanmaq lazımdır ki, sonra gülsünlər. Bu barədə biz danışmışıq. Yad barmaq sindromu bilirsiniz. Gülüşün 50 tonu kitabında da yazılır. O vaxta qədər də eyni zamanda da müxtəlif eksperimentlər səhnədə eləyirlər özləri üçün və bu günlərdə fərqli bir format, hansı ki, bütün tamaşa elə sizin gözünüzün qabağında, skeç sizin gözünüzün qabağında yığılacaq. Öncədən məşq olmayıb, hazırlıq olmayıb. Bunlar mən yerində situasiyanı verəcəm, uşaqlar səhnədə icra eləyəcəklər. Başlayaq, görək nə var nə. Demək gəlir Nicat Firuzə. Biz dediyim kimi ümumi məşq eləməmişik. Sadəcə mövzuları demişik ki, nədən danışa bilərik, nəyi göstərə bilərik. Blogerlər yəqin ki, görmüsünüz. Hər şeyi reklama çevirən, yeməyini reklam eləyən, hər şeydən pul qazanan da belə götürək. Influencer və yaxud da. Və bizim bu günləri bir influencerımız var, Firuzə. Və bir oğlanla sevgili olub. Oğlan mənəm. Bir oğlan. Görək influencer bir qız oğlanla sevgili olarsa nələr baş verəcək və nəzərə al ki, hər şeyi reklama çevirməlisən. Yaxşı? Başlayaq, görək nə var. Deməli, bu günləri həyatımdan bəzi şeylər paylaşacağım sizə. Düzdür, yəni çox uzun müddətdir ki, bəzi şeylər gizlədirdim sizdən. Uzun müddət 9 il. Amma bu günlərim açacağım inşallah. Amma təkcə çiynini göstərəcəm. Üzün göstərməyəcəm, göz dəyəcək. Bu gəlsin, smailik zad qoyacağım üzünə. Danışarıq. İzləmədə qalın. Kimdən danışsan? Bilmirsən ki, mən ancaq fanatlarımla danışa bilərəm. Mən influenceram, elə bil. Sən o fanatlara və məndən daha çox dəyər verirsən ha. Elə olmalıdır, onlar pul verirsən, nə verirsən? Qısqanım indi mən. O telefonu kim pulunu almısan bə? Fanatların alıb o telefonu sənə. Yox, sən almısan, amma sonramısın, hamısı nə almışamsa onlarıdır da. Bir dənə telefonda, onu da vır başıma. Firuzə, indi təqdim elə izləyiciyə sevgili bir çiynini. Sənin gördüyün fanat ancaq suxarikdir. Başı o tərəfə elə. Başı o tərəfə elə, üzünü görməməlidirlər. Baxın uşaqlar. Qolzad. Sən dedim pambıqlarımı taxda. Bəli, buradadır. Özü hal-hazırda yanındadır. Üzündəki smailiki gör. Ay, üstünə Aslında da pox smailiki qoymuşam. Sən bilmirsən, o tort smailikdir. Nə tort? Elə tort olur. Karışnibidir də, kakaoludur sən xoşladığından. Firuzə, indi əlləri göstər. Elə bir ki, maşındasınız, güya əl-ələ tutmusunuz. Yaxşı, dayan çevirim kameranı. Uşaqlar, gedirik. Deyir, sevgilinlə əlin seçilmir. Biraz nazikdir də əlin. Gəl ikisini bir yerdə qoyaq belə. Belə. Daha yekə görsən. Bir dənə akım var ya orada. Şeylirlər belə. Tax belə barmaqları belə tut. Bax, indi bax. Bax belə. Onu qızlar edirlər, dırnaq taxmalıyım zaten. Onlar boş verin. Uşaqlar. Şey eləyən vaxtı dırnaq ustasının reklamını eləyirsən ki. Dırnaq görürsünüz siz burada. Görün, elə bilin ki, dırnaq görürsünüz, yaxşı. Elə bir Star Nails, nə bilim belə, bir dənə at da. Nail, nə bilim. Mənimki Hamaya Neylatdır. Açdım uşaqlar, baxın. Görün, nə gözəldir dırnaqlar. Bunu şeydə düzəltdim sənə, neftçilərdə, icra hakimiyyətinin üstündəki, pilləkənin üstündəki yerdə. Hamaya Neylart, Uşaqlar, qoyacağım, takib atın. Nicat, sən küçükən ki, bəs romantik idi, bəs nə oldu? Dırnaq nədir? Bə romantik idi, biz sevgimizi paylaşırdıq insanlarla, fanatlarla. Sən əlin oradakı bəzəkdir də, bə romantik orasındadır. Cəmal gül qoyub şəkil çəkdirir o dırnağı ilə, mən sən əlvi qoymuşam, sən 100 dəfə salut olur. Olmur, mən oynamıram. Cığalçılıq edirsən. Həmişə özü göstərsən, səni tanıdılar, amma mən heç kim tanımıram. Narahat olma, işimizi ciddiyə alıram, evlənəcəyik. Ay Allah, nə gözəl, nə xoş xəbər. Evlənirik, deməli, toyumuzu arda edirik.
deməli bir iki reklam yeri gəlmişdi, əslində pulsuz olsun deyə, sənə rasxod olmasın deyə deyirəm də. Hə, bir dənə yer gəlmişdi, orayla danışmaq istəyirəm. Çox böyük yer idi içərisi. Çünki düşün də, yəni mən influencerların bayar 90%-ni çağırsam, o 90%lər də nə qədərdir də? Qabaqda oturanlar ən samballı influencerlardır. Hə, ondan arxadakılar orta influencerlardır. Ən arxadakı da sənin yetimlərin qorqomundur. Hə, belə sülək kimi şeylər var. O tutmuşsan qabaqlarına bir çatıllayassan, hə? Mən durlamayacağam, qarşını tollayacağım. Razı deyiləm. Mənim qonaqlarım, mənim qohumlarım mən başda oturasın. Sən başın xarabdır. Nə, bu xarab olur ki? Dəlisən sən. Nə olub ki? Bütün xəbərlərə düşərəm, Bütün saytlar məndən danışar ki, mən gəldim Firuzənin, sənin influencerın toyuna, məni arxada oturdurdu. Sənin başın çaldır, Sən heç bilirsən nə danışırsan. Necət, sənin bacın da influencer olmaq istəyir. Amma Firuzə yaxın buraxmır onu. Hə. Niyə xeyir olar ki, niyə mənim qohumlarım elə aşağı eləyirsən ki? O boyda bacım influencerdır. O boyda? Hə, qabağını kəsirsən, qoymursan. Keçən dəfə mənə şikayət edir ki, bu sənə deyirəm ki, bir dənə video çəkək, mahnı oxumaq videosu da, səsi var da qızım. Demirsən ki, yox oxumuram mən. Səsin batırdı o gün. O gün səsin batmışdı. Bacısında fake şeylər var, panel var. Hə, panel vurdu da, o bilmirsən. Nardan panel vurur? Axırıncı dəfə ştat getdiydi, sonra baxdım kimin? Oyda. Oyda, dedim nə ola bilər? Buradan hara qalxa bilər? Sonra eşitdim ki, paneldir. Mən bilmirəm panel zad nədir, yəni Allah Firuzə, sənin neçə izləyicin var? Neçə izləyicin var sənin? 1 milyon, 1 milyon. 1 milyon, 1 milyon. 1 milyon. Hə, mığla, n hərfin görürsən görəndə. 1 milyon, 1004 də 1 milyondur da, birdən mılının yerinə 1000 olar. Sən Yo, o b-dir, kildə və milyonda m yazılır. Bində, mində b yazılır. Gəl, onda mən də çək də qoyuram. Qoy mən də tanısınlar da ki, mən də varam da, mən də belə bir insanam da. Az, bütün influencerların var, yoxsuz da hamısının ərlərinə baxmışam. İndi hamısı məni gözləyir ki, gör, Jack Chan, Brad Pitt'dən zaddan paylaşacağım. Mən bu nədən paylaşacağım? Mən sənədən paylaşacağım. Ey Allah, sən indi gözün belə mənfəətli influencersən də. Keçən dəfə deyirsən ki, tətilə gedirəm, 2 dənə sasiskanı televizorun qabağına qoymuşsan belə. Ki, güya ayaqlarındır da. Çəkib qoymuşsan ki, tətildəyim, istirahətdəyim. Heç o sasiska sevinsin ki, mənim ayaqlarımı əvəz edir. Sən paltaryanın şüşəsinə başı söküb, təyyadədəyəm deyən adamsan, nə gözləyirsən sən ondan? Bacarıq gözləyirəm. Gör kimizdə bacarığı çatar. Sənin də anan yaxşı, elə o paltaryanda çəkəndə bir də gördüm nəsə paraşut fış dəydi arxadan. Ola bilər də paltaryanın içindəsən də Firuzə. Ola bilməz. Gör nə deyirəm özdə. Bax, mənim ailəm biraz ciddi biridir. İnanmıram razı olsunlar sən bizim ailəyə köçəndən sonra influencerlıq eləməkdən. Mən səni ana alıram. Mən səni ailəyə Yo, gətirəm. deyən, mənim planlarım var, qaynana ilə video Də çəkmək. onu deyirəm. Mən səni ana gəlmirəm ha. Mən ona qaynana demirəm, amma mən ona ana deyəcəm. Başa düşürsən sən? O mənim anam olacaq. Sən görməmisən kəşfətdəki videoları. Mən hansı gəlinlə əskiyəm? Deməli mən səninlə evlənirəm ki, əslində anama görə. Hə, burada anasına görə evlənirəm. Niyə? Niyə? Hə, soruş deyim də, niyə? Soruşuram, niyə Firuzə? Deməli, TikTokda görmüsən də gəlin qaynana münasibətlərini, videolar çəkirlər, ünlü olurlar, kəşfətin vaxtına düşsün deyə sənin anan soruşulmağa lazımdır. Get öz anamdan çək də. Mənim anamı yemirlər də qaynana kimi. Əziziyəm axı belə çox işdən davranır. Mənim anamı Sənin anan kimi nöşəyirlər. davranmıyor da. Mənim anamı nöşəyirlər, xeyr ola. Mənim də anam, mən anadır da, mənimki də. Sən kim belə əziz deyirik də, bax. Onunki nə təzizliysən Bu bə? nədir, Firuzə? Bu da İrandır da. Arada bax 3 dənə olur, dilini çıxardır. Amma mənim anamı şey eləyirik, belə pişik kimi. Mənim anam elə əzizlənir, hə. Nə gözəl, nə qəşəng. İndi paylaşacağam üzümü. Niyə? Paylaşmalıyam. Hə. Yo. Bir də qulaqları tut. Hələ tələsmə paylaşmağa. Toy planlarından danış. Deməli, nətər ürəyim qurban toy istəyirəm mən. Nətər istəyirsən? Birinci özümü satmalısan, amma eybi yox. Deməli, ən bahalı restoran tapmışam. Ən bahalı yeməklər də tapmışam. Bizimki sizinkilər kimi eday toyuq qanadı zad yemir də indi. Sushi yeyirlər, antrikot yeyir. Antrikot sizinkilərdən yeyir. Bu yaxınlarda bir də influencer toyu oldu ya. Bu yaxınlarda da hə. Rəfiqələr, geyim falan oradan. Deməli,
Bu yaxınlarda da görürsən də orada Naciba yazılmışdı. O rəfiqənin toyuydu. O sən rəfiqəndir. Ben nə bilmişdim. Sən bilmirsən, elə belə bilirsən həyat yoldaşın olacağın qızı. Keçən dəfə demirdin nə qəşəng qızdır. Kaş ki mən onun kimi olsaydım zaten. Yox, o mənə oxşasın, mən niyə ona oxşayam? Nəysə, gördün onun toyunu. Az elə şey olar. Ha, bütün rəfiqələrini eyni rəngdə geyindirmişdi. Amma ərini bəyənmədim. Hamı pəmbə geyinmişdi, əri yox. Sən onun ərinə niyə baxırsan ki toyda? Ərinin kostyumuna baxdım, əri mənə nəyə lazımdır. Hə, xoşuma gəldi, bu yaxşı. Ona görə mən sənə pəmbə geyindirəcəm. Hardan çıxdı pəmbə? Mən niyə pəmbə geyindirəm? Bütün saatlar sənə danışacaq da. Yaxşılıq verirəm də, tanınmaq istəmirsən, tanıdıram da səni. Pəmbə panterim olasan. Mən də geyinəcəm pəmbə gəlinlik. Girişimiz möhtəşəm olacaq. 2 dənə şirli quşu. Yox, o nədir? Şey var, vuranlar var, onlarla girəcəyik. Hə, o məşhur var, indi oxuyan. Çalıyacaq deyən. Mən onları çağıracağım. Onlar da TikTokdan dostlarımdır. Challenge'lar, hansı challenge'lar çəkəcəksən? Ata mən ərə gedirəm. Onu çəkərəm. nə gözəl. Soram da. Bax da challenge, bəyi göyə atırlar. Son gül Yo, atırlar. indi elə bir şey nətərdir. O fotoqraf özü evlənib, bu göyə atırır, yerdən zaddan çəkilir. O fotoqrafçını tanıyırsan, sən tanımırsan, hə yaxşı. O evlənib özü çox sadə şəkillər çəkdirib, amma mən onu çağıracağam. Elə bir ki, sən mənim qucağımda olasan. Hə, mənim də burdan belə pambıqlar qoyacağam, paltarla ki, belə Sən görünür. pambığa yaman ilişirsən, hə? Hə. Mənə də o pambığı soxasan axır özlərinə. Hə. Bu sən başdan ayağa yığışdıracağam o gün, toy günü. Dəlisən, səninlə belə girə bilərəm. Sən altından bilinməyəcək, trapez olacaq şalvarın altında, kavluq geyinəsən əslində. Ki boyun uzun görsən. Sən məndən utanırsan, hə? Mən səndən utanmıram. Sadəcə Sən ona görə mənim üzümü qoymursan, hə? Ora mən utanırsan, hə? Yo, mən səni qısqanıram, təkcə. Hə, cəmaatı başqa görür, mənə özüm kimi görür. Göz dəyər bir Mən dənə. sənə belə alışaram, cəmaat alışmır, başa düşürsən. Allah razı olsun, çox sağ ol. Ona Allah görə razı Deyin olsun. göz dəyər, ona görə paylaşma. göz dəyərdə, nə qədər göz muncuğu qoyum paylaşım. Hələ ələ göz muncuğu qoymuşdum, keçən də paylaşmışdım. Gəldin ki, əlim yanıb. İndi keçirik hansı mərhələyə uşaqlar, şey eləyirsiniz. İndi necə sənin beynin çönür, sən deyirsən evlənmirəm. Sən məndən istifadə edirsən evlənmirəm. Firuzə, sən burada deyən ki, nətər yəni evlənmirəm, bəs uşaq dünyaya gəlməlidir, onun vloqları çəkilməlidir birinci gün. Demək. Mən fikirləşdim, Firuzə. Mən səndən evlənmirəm. Sən məndən istifadə edirsən, mən özümə daha yaxşı birini tapıb evlənəcəm ondan. Nə danışsan, O videoların o da sən. Mən səndən istifadə edirəm. Hə. Mən həyatı boyu səndən istifadə etməmişəm. Mən əgər səndən istifadə eləsəydim, 9 il gözləməzdim. Tanıdığımız gün evlənərdim elə. Anlıyorsun məni? Mən də onu deyirəm də, Hə. istifadə olunmayan telefon kimi atmısan qırağa. İstifadə elə də məndən Firuzə. Yox. Nə olar? Artıq istifadə edəcəm, yaxşı. Elə də məndən istifadə. Artıq istifadə edəcəm, tamam. Hə. Bu fikirləşim. Çünki mən səndən evlənməmişdən əvvəl çocuklarımız hayal eləmişdim. Sən evlənməmişlər və çocukların da olur. Səndən qorxma başdan. Mənim nə xəbərim yoxdur. Stop, Deməli bir stop, dənə gözlə. Sən küsürsən, Nicat, gedirsən Mənə hələlik. küsəmdir. Hə, hələlik gelsən tualetə. Aha, yenə tualetə. Hə, tualetə get. Bu vaxtı sən artıq deyən, nətər yəni evlənmirsən, mən falan şey. Getdə. Bir dənə get tualetə gəl. Gəlir. Hə, indi gəldi. İndi bu dəqiqə gəldi. Gedib gəlirəm. Amma boşanmaqda qərarlıyam. Ay Allah. Nə danışıram? Bütün xəbər saatları paylaşar ki, əlim paylaşmışdı. Boşandı. Ay, sevgiliydi. Dəli deyib bu. Yox, xəbərlərə düşənmərəm. Başqa oğlanın əlində bunu oxşadamaram. Gəlin Yox. bütün yer sulaləni çürüm ki, mən Düzdür. axtarım ki, onun əlini oxşar olsun ki, sonra əlini belə qırmızı şeylə işarələyib, bununla arasındakı fərqi tapıb deməsinlər. İndi gözlə, indi deyən ki, bəs mən uşaqların planlarını qurmuşdum. Hə. Birinci gün doğulanda falan şey olacaq. İkinci gün videosu, gender parti falan oradan gir. Gəl Nicat. Nicat gəl. Gəl. İçərin gəlin. Tabii Mən, gəldi. bilirsən, həyatım, Nəyi? mən çocuklarımızın partisini, sünnətini, hamısını düşünmüşdüm. Bəs birdən qız olsa? Birinci qız olacaq. Birincini
başqa partisini eləyəcəkdik də. Aha. Birinci qız olma partisini eləyəcəkdik, ikincisi sünnət olunan parti eləyəcəkdik. Sonra mən onlara düşünmüşdüm ki, Birinci gün qarnım bax, birinci gün elə bir ki, biz belə qarın-qarına vuracağıq. İkinci gün qarın-qarına, üçüncü gün qarın-qarına, dördüncü gün qarın-qarına. Axırda belə fışt eləyəcək, uşaq qucağımıza düşəcək. Elə video çəkəcəkdik. O uşaq hansımızdan çıxacaq səndən ya məndən? Məndən. Narahat olma. Ondan sonra mən onlara pampers alacaqdım. Qızlara çiyələkli pampers alacaqdım. Oğlana adi-sadə reklam pampers götürmüsən. Artıq indidən bütün reklamları götürmüsən. Hətta demişdim ki, o pampers, əvvəl pampers çəkilər var deyə, üstündə uşaq şimariki var idi. Dedim, İmena, mən o uşaqdan doğacaq, siz o pampersləri mənə pulsuz verəsiniz. Gəl belə eləyək, uşağın şəklini verək, yapışdırsan pampersin üstünə. Hə, mən nə doğdum, onu da reklam eləyim. Hə. Hə, o da yaxşı. Sən də qucağında saxlayarsan belə. Ən gözəl pampers bizim pampers. Hə, yaxşı. Və gender partisi. Sonra biz şey eləməliyik, qız oğlan partisi eləməliyik də. Görüm qarnımdakı qız olacaq, yoxsa oğlan olacaq, yaxşı. Hə. Bunlar hamısı videodur. Bunlar Baxış. hamısı hə, baxışda videodur. Şey, mama sənə qurban. Mən onları çəkməliyəm axı, başa düşürsən sən? Qara belə şar alacağıq. İkimiz bir yerdə ya sən, ya mən partlatmalıyıq. İçindən göy tüstü, qırmızı tüstü çıxmalıdır. Ki bilməliyik ki, o oğlandı, yoxsa qız olacaq, yoxsa bir ciddi. Başa düşürsən? Onu da eləməyək də. Sonra bağça reklamı, məktəb reklamı. Sonra elə bir ki, bütün bağçalar gəlib deyəcək ki, sən nə olar qızıvı gətir, sən nə olar oğluvu gətir, bizdə oxusun, biz onun pampersinə baxaq, biz onun günorta baxmağına. Yəni ki, mən uşağı verəcəm baxacaya, özüm də videolarımı çəkəcəm, prosta ki, baxış yığım da uşaqla da. Uşaqla sən baxışı yığacam, mamanla baxış yığacam, baldusundan baxış yığacam. Yəni bütün var yoxumdan istifadə eləyəsən video üçün. Sənin üstündə endirimlə gəlib, reklam olaraq gəliblər mənə, ona görə də sevinirəm. Dədə, yenə mən tanımayacağam ki onda. Yox, mən səni indi tanıdıracam, yaxşı. Canlı yayınlaş, əli təqdim edin. Al bunu. Al bunu. Al bunu. Kimdə? Salam mənim dəyərli izləyicilərim. İndi verirəm sizə, ərimə baxasınız. Sana belə. Elə baxma, elə bax, qorxdular. Başı Nə çatmıyor. deyim indi? Salam əleyküm. Firuzənin canlısına xoş gəlmisiniz. Salam uşaqlar, mən həyat yoldaşımı göstərəcəm indi sizə. Hə, qoy rəylərdən bir ikisini oxusun. İndi həyat yoldaşımı göstərəcəm sizə. Salam, mən Firuzənin əriyəm. 33 13 yaşım var. Olmayıb hələ. Stop, bir dənə sən necə bir dənə əvvəldən götürək. Sən şərt qoy ki, ya məni canlıya çıxardırsan, ya da ki boşanırım. Oradan başlayaq. Firuzə, sən də deyəm bir şərtlə sənin canlı, səni makyaj edəcəm. Bəli. Yaxşı, ondan da istifadə elə. Evet. Yaxşı. Bax, bütün dediklərin hamısını qəbul edirəm. Amma ki bir şərtlə. Məni o canlıya çıxardasan. Görəcəklər ki, mən sənin ərinəm. Day sənin şəkli Kənan İmirzalıoğlu ilə bir yerdə görməyəcəm mən. Brad Pittlə bir yerdə olmayasan. 10 milyon, 9 milyona düşməyəcəksə yaxşı. Da bilmirəm. Amma bir şərtlə. İndi bir trend vardı, ürəyim qurban. Onu səndən çəkə bilərəm. Hansı Heç trend? nə yoxdur. Cüzi makyaj eləyəcəm. Az nə yaxşı, keçək. Gişsən sən. Niyə? Camaatı qabağında məni niyə makyaj edirsən? Elə də baxış yığmayım mən. Mən baxış yığmayım. Nə- Ona tıkılın makyaj Nə arasından eləyəcəm. ki? Markalar mənə şey göndərib, onları üstündə yıxlamaq istəyirəm. Sizə də yıxlayacağım. Al. Nə Açıram arasından ki? yaxşı. Salam əziz izləyicilərim. Deməli mən sizə indi həyat yoldaşımı göstərəcəm, amma siz ona baxmayın, siz pomadaya baxın. O hazır, yəni Firuzə sən hazırlaşan qədər necə sən bir rəylərdən oxu. Salam. Deyir, biz Firuzənin ərini göstərəcəyik. Hanı əri? Mənəm o. Firuzənin əri mənəm. Əri yox, daha doğrusu nişanlısı da 9 illik nişanlısı mənəm. Bunun ağzını yeməyəm, onun dal. Uşaqlar tərbiyəsiz şeylər yazmayın. Nişanlım diyor mənim. Firuzə ban atacaq indi sizə. Deyəcəm ban atacaq. Rəy yazılıb orada. Bunun R yazılıb. Rəy yazılıb ki, deyəsən Firuzənin səhifəsi oğurlanıb. Profil açıram. Deyir ki, sən səhifən oğurlanıb deyir Firuzə. Buradayam, Yox, mənəm. oğurlanmayıb. Uşaqlar, onun nişanlısıyam, Yaxından görmədə sevgilisiyəm. bunu görüb qorxurlar axı. Hə, belə. Mən də deyirəm, otaqda niyə oksigen azalıb.
Nədir ki bu? Bizim məşhur Pəncərəni açmamışıq ona görə. Nicat bizim məşhur rəylərdən oxurdu. Hə. 1 2 3 deyəndə gülürük. 1 2 4. Sən gülməli heç yanın yoxdur axı ona görə. İranda müalicəsi var. 3 gündür gülmürdüm, 4 oldu. 3 gündür gülmürdüm, oldu 4. Azərbaycanda Uzun bir şey yazdı, deyən. Sıçasan pingvin kloka pop. Azərbaycanda neftdən çox nə çıxır? Azərbaycanda neftdən çox çıxır. Özdə qısa yaz və uzun da yazmır. təəssüf, Elib təəssüf. qalıb. Hə. Sən onlara baxma, bax. Makyajı başlat. Qəşəng yorumlar gələcək indi onlara bax. Yaxşı uşaqlar. Gəlmir ha. Deməli, bilirsiniz ki, uşaqlar, mən Hello Kitty-ləri sevirəm də. Hə, erkək deyil, qız da. Hə, Hello Kitty-ləri sevirəm. Mən də buna görə Hello Kitty də mənim markasını yollayıb, hə. Hello Kitty markası olmuş. Bu nədir? Nə? O qapağıdır dostlar. Hə, uşaqlar deyirlər ki, bu belə bu rəhdir, amma vuranda rəng çıxardır. Hə, indi göstərəcəm uşaqlar. Harama burası sən? Göstər. Hə, indi göstərəcəm uşaqlar. Baxaq, Nə görək var? rəng verilmir. Nə Onsuz da var? bunun dodaqlarının özü rəhlidir. Nə var? Allah Teala bunun Ay, dodaqlarını ay, mavi. Ay. Adnadan. Bilə-bilə altına çəkdim ki, baxın, hə, pəmbə rəng verir uşaqlar. Gəl şey edelim də bu nə? Ala yaydım. Hə, mən o qədər video çəkmişəm ki, uşaqlar öyrənib görürsüz. Yəni ki, əllərinizi alın, belə makyaj malzemələrinizi istifadə elətdirin. Firuzə- Həm sizin üzünüz səbəbməz, onunki səbəb. İzləyicilər sürətlə çıxır səhifəndən. Dodaqları biraz da meymunun oxşadı. Deyim, Qızlar, qızlar biraz da pis söz deyirlər. deyim, sən görüblər, Nə oldu? çıxırlar, sən görüb çıxınlar. Dostlar Getməyin də, çıxmayın, dostlar getməyin. ekrana tıklayın dostlar. Dostlar. Canlı yayınız demiş 59-a qədər işləməyəcək, yazıb. Necə? Niyə elə oldu ki? İlk səydən olmuş. Bax, Niyə elə oldu ki? Kimsə bana nə deyir orada? servisindən oldu da, Nicat. Məsələdə rəngimi qəbul edeyim. Sən kim deyir ki, mənim dodağıma çək pamadanı? Mən də özümü belə yolda görsəm qaçaram da. Yaxşı, gedək də anangilə, nə olar? Niyə? Bu dəfə də ananla işim var. Anamana qarışsan. Anam mənə eləyəcək, gəl. Ay Firuzə, Gəl, deyəndə anamla gözlə. danışacağam. Gözlə. Titanic kinosunun Azərbaycan versiyasına baxacağıq, yerində qurulacaq. DiCaprio deyildisə ağla ilk kim gəlir? DiCaprio'nun priçiki olan Rıza gəlsin, alqışlarla. Rose'dakı əlbəttə kim olacaq? İzel. İzel gəl, Rose. Demək birinci başlayaq nədən? Titanic'də DiCaprio ki qumarda udur pul, sonra gəmiyə gedir. Sənin dostun olsun şey, Fəqan. Fabrizia. Gəl Fəqan. Cavidan isə, Cavidan gəl. Cavidan da oğlan olacaq. Qızın sevgilisi, nişanlısı. Aynen. Hə, sən Rıza'nın dostu. Patricia idi adı. Fabrizio. Başqa kim qaldı? Şey de var belli. O hala var emelim. Ana. Kapitan Becker. Arası var belli. Anası. Bomba bir daha var. Firuzə, Titanic'a baxmısan? Senden sonra bomba var. Ay Firuzə. Okşuyla cüzde. Titanic'a baxıb, Mənim yox, baxmamısan Titanic'a? Resim var da. Orada gəmi ilə iki qız, bir oğlan olduğum, bir qız, bir oğlan olduğum da. Yaxşı, onda sən qaldın. Sağ olun. Niza Olut şeyin anası. Rose'un anası. Demək, obrazlar aydındır. İndi birinci başlayıb. Yo. Rose'un anası. Elə qızını zorla varlı oğlana vermək istəyir. Eləmişən bir şeydir. Borclar zadları. Özü varlı olub, son bankrot olur.
İndi keçirik kulisə. Birinci başlayır Fəqanla Rıza. Qumar Siz qalın. Fəqan qalın. Buraya. Biz zaten Cemil akşam. Ya indi bir daha. Davay başlayın qumara. Həmin səhnədə. Gel. Kim? Hə, mən gəldim. Takip oynuyorlar. Beşin biri gəl. Eşim bire. Bunu koyuyorum. Yavaş. Yavaş. Heyecanlanma. Koşa 6. Ya! Fabrice biz Amerika'ya gelirik. Dur. Tamam oldu. Neyden? Neyden? Bilet ne? Həqiq? Hə. Kim verir bileti? Dur. Abi bütün Gəmi şeyleri. tələsir, gəmi tələsir. Gel. Bagaj sakla. İndi Rose'la anası gəlir. Gəlin. Yenə lüks həyat yaşayırıq, düzdür. Səni yaxşı bir dənə ərə verəcəm, düzdür. Bu lazımdır, bu lazım ola bilər. Birdən işi görünür, xoşuna gəlmir. Nəsə, harası... İndi bir qızıva məsləhət versən ki, varlı adamla evlənmək lazımdır, kasıblıqlarında heç nə yoxdur. Rose'un isə bir gözü o yorulub bu həyatdan, varlı həyatdan yorulub. Depressiya. Roz. Qızım mənim. Kasıb birine getsən həyatın alın. Mən də buraya elə belə bilet tapmamışam da, başa düşürəm. Mən də sənin yolunla gedim. İndi anası şey deyir ki, mən gelim bahalı bir dənə vərdişliklə, gel mən onunla məşğul olum, sən də bu yanlarda gəzgən. O nişanlı gəl qonşunun şey. Gələcək sonra. Hə, nişanlı gəlsin indi. Ağzıma soxa bilər. Ağzını tanışır. Burada oturmağımı istəyirəm. Otura bilərsən əslində, amma Pətin qoymuşdu. yenə də. Deyirəm ki, ayrı olsun. Ayrı olsun. Bəri gəl. Əlbi çək. Bəri gəl. Əlbi çək. Bəri gəl. Əlbi çək. Yaman şey eləyir bir dənə. Den, sən izə evlənmək istəmirsən, də onu deyirəm. De, bitti. Amma. Roz. 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 Cəvdə müdaxilə edin. Siz kimi qalqalıyorsunuz, nə olur? Deyirəm, toy nə vaxt edəcək? Dənizdən çıxar birinci. Belə yaxtada da olar. Yox. Yaxtada da olar. Yox. Olmaz. Dənizdən Niyə? çıxaq, bu okeandan çıxaq, bu Niyə? sudan çıxaq, sonra Niyə? bəlkə yaş sağ qalsın. Eşək boyda gəmi tutmuşam, dersən çöldə eləyək. Hə. Esmaşallı sarayda eləyək toyu. Hə. Nə, yer tutmuşam. Ara, şartlı sərəhətlər. Esmaşallı. Aferin. Vurdum. Harama. Ehtiyatlı ol kızım. Ayros. Ayros. Bərbaz. İndi biz hansı səhnədir? Sən bahalı boyunbağını hədiyyə edirsən. Amca ya. Ros, Ayros. Görsən, nə almışam baba. Elə bilib bu, bax bu, dənizin ən belə dibində balığın arxasından çıxan, kürüklə yaranan müzəffər daşının püxtələnmiş formasının qızılı variantıdır. Hə. Dünyasında 3 dənədir, 3-ü də buradadır. Onu gör qalacaq da. Sası var xeyr edir. Al sən də bax, biraz qoysan, bir öz aranızda. Yəni sən nasıl ki, yəni bir şey yaranmırsan amma yenə. Hə, onsuz da hamımız axı öləcəyik də. Gedib iceberg azada girəcəyik onsuz. Allah eləməsin, niyə elə deyirsən? Birdən. Enerji yükləmə, negativ yükləmə. Hələ biz evlənməliyik. Canan, sən indi gəzməyə, dənizə gəzməyə çıxırsan. Nicat, sən gəminin kapitanısan. Tamam. Mən indi gedirəm, dənizə gəzməyə çıxıram. Bilmirəm harda gəzəcəm bu dənizin ortasında. Edim də, onsuz Titanik 318 günə gəzib tutanmayım. Sağ ol. Nicat, sən kapitansan, gəl sürürsən, o saqqallı kişi var deyirsən. Hə. Yox. Mojada da ola bildim. Hə, ev yox.
Rose, indi sən sual ver kapitana. Nə eləyəcək? Kapitan, sən də elə depressiyadasan. Bütün gəmini yığmısan ki, elə iceberg'e girəsən. Hara basırsan, neyse. Gemide neçə nəfər var? Gəmidə 600-ə yaxın sərnişin var. Və bu gəmini Zaur müəllim belə batıra bilməz. Ne getdi də buyur. Sevgilimdən ayrılmışam. Gedirik üzü iceberg'ə. Iceberg'ə ehtiyac yoxdur. Rəşadın burnuna girsə versə. Axırımız pis yerə gedir. Görmürəm məndə. Fırtınadır. Rose, sən də depressiyaya düşürsən. Deyirsən, onsuz da batacaq, gedirsən özünü atmağa. Ştatifləriniz Güya da durdun ayağa, deyirsən. Əgər biz belə ölürüksə onda mən də intihar edəcəm. Biz ölməyəcəyik. Gəmini sürçüb necə? Mən sizi qoyub qaçacağım. Ölməyəcəyik. Biraz rədd et. Sən artıq o səhnədir, hazırlaşırsan öldürməyə. Rıza gəl, Jack. Tostları işləmir. Görsən, Rose, sən intihar eləməyə üzrəsən. Kimin özündədir? Əlim arada yeməyə. Əlim çatır orada. Axşamınız xeyir. Xoş gördük. Nişan verirsiniz. Yəni mən intihar eləmək istəyirəm bu dəqiqə sən paz olmusan. Lap yaxşı şey. Mən burada əlimi yumağa bilmişəm orada yer uzat. Atöz və okeana yollar Yox, tapmışam. daha sərf eləmirik. Soyuqdur. Biraz arxaya keçək şu an. Soyuqdur. Həm də acam. Şeyim də tutub, xəstəliyim də tutub, bab şey ölərəm. Qardaş, yəni bir xanım burada intihar edir bu dəqiqə. Sən soruşduğun mən qoxularlarını ardayım. Mən deyirəm ki, yaxşı. On Şizdə olun, fikir verin. Uşaq, sarı xəttdən kənarda dayan. Sarı xəttdən kənarda dayan. Vətəndaş, sarı xəttdən kənarda dayan. Boş belə intihar edirsiniz, nəyə görə? Yox, xilas eləmə səhnəsi olacaq. Hə. Həmin səhnəni indi öz dilimizdə canlandırır. Piriladda. Pirilla da. Hə. At da özünü, nə gözləyirsən? At da. Mən atsam xilas edəcəksən ki. Xotum olsa, hə. Tulla da, tulla. Da. Tullan da. Xilas eləməyəcəksən də. Xilas eləməyəcəksən. Yəni bir Yox, bax. xilas bir kömək olmayacaq. Bir 2000 kişi olaraq, bir kişi olaraq. 2025-ci ildir. Mən sənin şəxsi qərarına qarışa bilmirəm. Tullan. Və mən intihar eləmək istəyirəm. Mən səni hər bir fikrində, hər bir verdiyin qərarda sənə hörmət edirəm, ona görə də İstəyirsən ki ölüm. Mən sənin fikrində o. O sənin səhətin. Demir, sən dəstəkləyəcəksən məni. Mənlə bir yer dur. Bax, otur. Eqaysi kitabını oxumusan. Bax, orada yazdım ki, insan özünü sevməlidir. Mən özümü sevirəm, mən pis adamam. Mən heç kimə qarışmıram. Vəssalam. Onda mən də Dur. qarışmazdım, dur. İndi atmaq istəyirsən onu güclə, bu vaxtı əri gəlib görürsün. Hə. Tullan da! Tullan da! Gəl. Tullan da! Tullanmırsan? Bəlkə Ay, Nə var hə? arvadı bir yana gəzsən. Arvadı yer dur da. Neynir ki? Özünü tulluyur. Hara tulluyur? Dənizə. Az vurub dənizdə harda tapacaq? Hara tulluyursan o? Geç bir dəfə. Geç bir dəfə evlənməliyik biz. Geç bir dəfə. Ay, sən ölsən bir də bu yana görsəm 6 nəfər var, şükürlər üstüvə qalırlar səni. Hətta bir götürüb gələrəm üstüvə. Tanımırsan ha məni? Bildin? Qarpız sevir, görsən. Geç bir dəfə. Rozu götür get. Götürüb yersən. Sən anamla qarşısan götür. Şərbətini də götürürsən. Jack, otursan özün üçün şəkil çəkirsən, bu vaxtda o kök qız gəlir. Şəkil çəkirsən. Yox, o deyil. Özün üçün rəsim çəkirsən. Otur çəkirsən. Mələk gəl. Jack, sənə şeir yazdım. Nə yazdın? Şeir. Doktor,
Allah səni nə yaxşı yaradıb. Səni üstümüzdən əksik eləməsin. Ne güzel. Sən ki bu cür əməliyyat edirsən. Bunun şeklinin altına yazacağım. Anamın arzusu ürəyində qaldı. Deyin indi Mələk, mən sizi Rozdan görürəm, Rozu gözüm düşür. Mən sizi görüşdürəcəm deyə. Şeydir, ben Roz sana... mənim də yaxın podruqamdır. Benim yakın podrugamdır Roz. Benim sana şiirim var. Seni seviyorum. Seni çok seviyorum. Ne güzel. Sen üstümden eksik olma. Senin için ölüyorum. Yakınımdı, tanış olduk. Rozu gözün düşüp diyesen. Deyin mən sənə təşkil edəcəm, 11 kələn şəklini çəkərsən. Seni yani bu tarafını göstermem. Şeydi, Roz biraz orası burası açık kızdı, hoştur onu çeksinler, çekmeyi hoşluyor, çektirmeyi hoşluyor. Ben onu sana öleyeceğim, sen o şey diyeceksen onu çekeceksin. O şey diyeceğim, ben onu çekeceğim. He, asla var. Roz, Er var axı. Yoktu ha. əri var idi. Eri var. Olsun, boşanmak olmaz. Aynı şey değil, farkı ne ki? Ben Olmaz. Türkçe'de bilmiyorum. Ben uşaklar dettomlar evi açacağım. He. Sonra gəl. İndi deyirsən ki, Rozla məni görüşdürürsən. He. Sağ ol, nə qədər pul istəyirsən? Pul istemiyorum ki. Ne istəyirsən? Kemal'e bana pul koyur. Nə qoyur? Pul var Kemal'e. Kemal'e kimdir? Kemal'e hanım benim birinci rəhmətli qardaşımın arvadıdır. O təşkil edir. Sponsor odur. Aha. Rozu çağır indi, sən görüşdür onları, get. Rose, Bunda qoyucu. gel buraya sana şiir yazdım aşkım. Bunda qoyucu. Hayır. Roz gəl. Rose, ben daha hətta şiir yazdım sana aşkım. Roz, indi sən onları saxla baş-başa get. Mən? Hə. Yaxşı. Deyim də Roza deyim. Ne diyeyim? Roza deyim ki, siz bir dənə söhbət edin burada gəl. Hə. Bir de burada çıkkıldaşım ben gəlirəm. Hayır. Necə? Rıza, indi o dənizdəki tüpürmə səhifəsi var ya, kim uzağa tüpürər, o səhnəni bir dənə keçir. Atmadın sən özünü. Mən atsaydım sen xilas eləməyəcəydin, mən döndürdüm. Ona görə mən atmadım. Hə, hə. Gözlə. Delfiniz adını Gözlə. Dur, getdi. Sən mənlə birləşirsən, hə? Bu tərəf eləyir, izləyiciyə tərəf eləyir. Hardan öyrənmirsən belə tüpürməyi? Anam öyrədi. Anan öyrədir. Hə, çox yaxşı. Deyin, şəkil çəkmək. Çəkil, istəyirsən. Onlar mənə sizdən tüpürüm uzaqlara. Əziz kapitan, istəyirsinizsə... Bir dəqiqə çox istəyirəm. Kapitan adını sorur. Adınız nədir? Yıxdırlar Şükaliyev metali. Stulda. Aynı stulda. Kendi qayırmanı tutardım. Şimdi burada işləyirəm. Aynı stulda. Mən indi bir dənə buxarımın şəklini çəkim. Keç otağa kölə çıxıb gəl. Sən amma neçə çəksən, mən də şəkil çəkərsən çək. Hə, yaxşı çəkirəm. Bir dolar. Ama ne gelsin adam burada. Mən özümü. Gəlmişəm gəlmişsin be. Adam hadi gel burada. Adam kod başlasın. Adam çık kavalı. Adam Ne kadar? Adam bana ne kadar çıktım o kadar. Xanım, adınız necə oldu? Roza. Roza, nə gözəl. Sən deyirdin bir dənə şəkilini çək. Hadi yaxşı çəkim də. Çək. İndi müasir forması, telefonla çək. Orada. Deyir telefonum sən. Hə. Filtr qoyacaqsan o şey. Qoyacaq. Photoshoplayarsan qəşəng ya. Qəşəng durun, qəşəng. Formatı ayarımı qaldırım.
Çəkirsən? Hə. Sən də belə çək. Başqa yoxdur. Belə çəkdin. Mhm. Əli gəlir bu. Çox çək. Bəsdir. Yavaş yavaş. Bir dəqiqə lazım olacaq. Ay. Nədir? Qabanı keçdi, biraz qabanı keçdi. Ha, ne çok görüm ha, başa düşmədim. Ben burada lüt oturmuşsan bu sen. Sen bana teyabalıyım. Mən olan neftçilərdir. Neftçilərdə düzəldirəm dırnaq. Mən olan icra hakimiyyətində çıxan pilləkəndir. Pilləkənə biraz dönürsən sola. Mən də dırnağımı düzəldərsən. Sənin başqa yerinə cəhmək lazımdır. Ben o tarafa görüm. Burada Hayır. namuslu eyrət söhbəti var. Hayır, hayır. Jack'lə, Rose'la Jack fürsətdən istifadə edib Ayalı qaçırlar. necə deyəm? Jack'lə Rose fürsətdən edib qaçırlar, istifadə edib. Hə, biz bunu başqa qataşdıq. Siz orada gedin biraz rəqs eləyin, belə Mən sənə şeir yazdım. Sənin dərdindən ölüyorum. Yaxınımdır. Tanış oldu, xoş gələm xanım. Mənim qoçum səndə qalmayıb. Hanım başına. Sarı qoçum var. Onun qarşı səndədir. Nevçilərdə düzəldirəm dırnaq. Dırnaq düzəldir, niyə qalıb məndə, hə? Ola bilər. İndi başını qatmaq üçün aparırsınız. Hə. Mən qayçımı qeqedirlər də. Ben senin qoçunu tapacağım. Hayır. Sənin beynin çönür, gəlsən Jack'lə Rose Ben senin qoçunu tapacağım, o qoçunu da onların bütün nasıl tapacağım. Şöyle, ay bırak el görmeden. Sən mənim dılımsan. Hə. Sən keç laf arxaya, kapitansan, orada sürgənliyə. Yox. Rəşad gəl. Rəşad, sən gəl orada dayan, burnumu ver yuxarı, sən icebergsən. Sən burnumu o tərəfə elə qoy, gəmi dəyə bilsin. Hara? O tərəfə. O gəmi mənə. Rəşad. Hə? Ay, mən düşmürəm, belə dur. Yaxşı. Sənin burnun icebergdir, Rəşad. Yaxşı. Biraz belə ver, kameraya düşsün. Belə yaxşı düşürəm. Hə. Hə, düşür. Sən burnun icebergdir, sən kapitansan, sürürsən. Jack'lə Rose o oynamaq zat səhnələri oldu. İndi qaça-qaça gəlirlər icebergə şeyə tərəf. Gəminin o açıq yerinə Titanic səhnəsi olacaq. İndi məşhur bu səhnə. Rəşad əlini də belə elə, Perilla kimi istifadə edeyim. Hə, belə. Sən kapitansan, sürürsən öz aləmində. Mahnını da oxuyacam mən. Hə. Gəl, həmin o məşhur səhnə. Qaça-qaça gələrsən. Sən mənim üçün dəlisən. Göz qabanı. O mahnını Titanic'in mahnısı kimi oxuyur. Yaxşı. Yaxşı. Hələ yox. Bir dəqiqə. Gəmi batanda onu oxuyarsan. Bir dəqiqə. Hə, üzə girdiniz. Es verin. Dur. Es ver, başladınız. İndi şey eləyirsən, o mənşur səhnəni olsa görsən. Görsən dəniz nə qəşəngdir. İndi mahnı səslənir. İndi stop. Rəşad, siz belə dayanın. Titanic'in səhnəsidir, belə dayanın. Rəşad, sən o mahnı musiqisini oxu. Sən onu oxu. Hə, Nicat, sən də o mahnını, Şəftəli zamanlısını Titanic'ə uyğunlaşdır. Davay, getdik. Mənim üçün dəlisən, qalanıcı şəftəlisən. Mənim üçün Görürsən? dəlisən. Nəyi gör? Dənizi. Görürəm. Iceberg'i görsən. Güləşik onu. Bir də burnu. Iceberg'i görürsən. O bizə girəcək birazdan. Biz də ona girəcəyik. Yo, siz uca danışın ki, bu kapitan onsuz da intihar eləyəcək, iceberg'e girin. O söhbət. Hə. Kapitan onsuz da intihar eləyəcək. O mənlə danışdı bunu və yəni onun sevgilisi onu atdı. Fonda mahnı oxuyur. Ona görə o icebergə girmək istəyir. Iceberg'i girmək istəyir. Girmək istəyir. Onda biz öləcəyik. Biz öləcəyik. Biz ölürük. Gözlü, mən Öl də, deyirəm. Iceberg'e tərəf gedirsiniz. Giririk. Iceberg indi burnuna girəcək. Iceberg'in kurumuna çatır. Ay da! Ay yıxıldım. Oy,
Ay, su qalxır. Hə, indi nə edirik? Taxta. Rəşad, sən çıx, icebergə girdik. Daha getdik. İndi gəmi batmaq üzrədir. Şey səhnəsi, taxta səhnəsi. Taxta səhnəsi. Bir dənə hər kəs qaçışsın, bir dənə göy gəmi şeydir. Kapitan sən qal orada. Dəyişdirədim. Biz də qaçırıq. Yox, siz gəlməzsiniz. Hər kəs qaçış. Mən o yer icra hakimiyyətdə çıxan yolda pilləkəni sürüb gələcəm. Fəda, sən o şeysən, skripka çalan. Oy, bu Roza bacı dönmür. Roza bacı nasılsın? Hayır, hayır. Hər kəs qaçışır, o səhnə oldu. Kaçıyor. Zaman aşımı, çıxır çölə. İndi gəmi batır. Oradan lotka gətirib minib getməliyəm təcili. İndi sən uzan şeydə, stulların üstündə uzan. Bəlkə dala tərəfədəsən kimi uzanaq. Sənə deyirəm o implantlar batmalıdır. Yox. Rast. Hə. Allah pox. O tərəfə niyə keçməlidir? O tərəfə niyə keçmədin? Sən baxma demirdin öl baxın. Öl indi baxın. Oxudun, nəyə qaçdın? Hə. Oxudun. Hə. Dəyişdim Mən oxudum, görsən. heç nə İndi gəlmir. yox deyirəm görsən. İndi öl baxın. Rast, mənim kreditlərimi ödə. Çox yersən. Rast, mən, Ölürsən. mən